Mən boşanmaq istəyirəm. 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 Yenə gəldi sənkilər. Mən boşanmaq istəyirəm. Hadi başa düşdüm də ömrümü çürütdün, hər gün eyni məsələ. Yox, mən öz ayaqlarımın üstündə durmaq istəyirəm. Bəs indi dırnaqların üstündə durmusan? Mən sərbəst olmaq istəyirəm. Evlilikdə də sərbəst olmaq olur da, nə olub ki? Yox, mən müstəqil olmaq istəyirəm. Səni işğal edən var, başa düşmürəm. Yox, mən azad olmaq istəyirəm. Səni həbsə atan var, başa düşmürəm. Bu sözlər, dəyərli həmvətənlərim. Silsilə videoların şərhlərini oxuyursunuz, görürsünüz hər gün. Görün nə qədər insan, nə qədər qadın, elementar anlayışların, danışdıqları sözlərin belə əsl mahiyyətini, mənasını bilmirlər. Azad olmaq istəyirəm, xoşbəxt olmaq istəyirəm, müstəqil olmaq istəyirəm, sərbəst olmaq istəyirəm və s. Bu insanın təbii və əlindən alınmaz haqlarıdır. Amma baxın, görün, o sözlərin mahiyyətini nə qədər insan dərk edir. Bir çox insan onları bir-birinə qarışdırır və səhv salır. Seminarımızda bu və digər mövzular haqqında ətraflı danışacağam.